İblis, şeytan həsəd göstərir Adəmə. Paxıllıq eləyir. Deyir, o torpaqdır, mən odam, mən ondan üstünəm. Mən ona səcdə eləmirəm. Allah deyir, mən deyirəm səcdə elə. Deyir, eləmirəm. Allah deyir, bəs axı mənim bəndəm idin, deyir, day deyiləm. Day bəndən deyiləm. Nə olur nəticə? Deyir, get qiyamətə qədər qovulmuşlardansan. Qiyamətə qədər qovulmuşlardansan. O da Allahı tanıyır. O namərd bizdən çox tanıyır Allahı. Deyir, bəs 6000 il ibadət nə oldu? Bəs ədalətin, axı sən ədalətinlə davranırsan. 6000 il ibadətimi əvəzsiz qoyacaqsan. Allah da deyir, özün istə əvəzini. Bəli, haqlısan, 6000 il ibadət edirsən, əvəz nə istəyirsən özün dinə. Burada bir haşiyə çıxım. Vay o gündən bir adam dünən Allaha ibadət edirdi, bugün yolunu azdı. Allah ona elə imkanlar verəcək ki, atamızı yandıracaq. Bu ki, bunun namazları olub, ibadətləri olub dünən. Allah qiyamətdə cəzalandıracaq azmağına görə. Amma dünyada ona o ibadətinin müqabilində elə imkanlar verəcək ki, yəni onun əvəzini verəcək. Bu sözlər hamısı düşünüləsi sözlərdir vallahi. Neyse çox dayanmayaq. İblis dedi, əvəz istəyirəm. Allah dedi, nə istəyirsən özün dinəm. Dedi, birinci uzun ömür istəyirəm. Dedi ki, qiyamətə qədər. Dedi ki, məlum olan vaxta qədər. Dillər İmam Zamanın zuhurudur. Məlum olan vaxt. O vaxta qədər ömür verirəm. İkinci istəyim budur ki, hər Adəm övladına 2 övlad verəsən mənə. Yəni iki qulluqçu, 2 nəfər birinə nüfuz eləyə bilər. Dedi, o da qəbul. Üçüncü budur ki, qan kimi damarlarında hərəkət eləyə bilim. Dedi, onu da qəbul elədim. Bunu deyəndən sonra şeytan görün nə deyir? Deyir, bu ədalətindən idi, fəzlindən də biraz artır. Ay namərd. Görün, onun qədər biz Allahın fəzlinə ümidvar deyilik. Deyir, fəzlindən də biraz artır. Axı, sənin fəzlin də var. Allah deyir, fəzlimdən də artırdım. Ki, sən onları vəsvəsə eləyən, işini gücünü atıb, düşüb bizim canımıza. Görün, nə xahiş edir, həvəslə. Ki, mən bunları azdırmağa mənə güc ver, Allah da deyir, buyur. Fəzlindən artırdığın nədir? Bunlar elə biləcək ki, sən deyir, onlar elə vəsvəsə eləyəcəksən, elə biləcəklər öz ağlıma gəldi. Deyəcək, ağlıma belə bir şey gəldi. Hiss eləməyəcək, sən vəsvəsə eləyirsən. İlahi daydı ilə atamızı yandırdın da, bunu silahlandırdın, göndərdin üstümüzə. Adəm də onu dedi. İlahi, sən şeytanın tərəfindəsən, ya bizim, denən biz bilək. Allah da Adəm əleyhissalama cavab verdi ki, sən narahat olma. Sənə elə imkanlar vermişəm ki, bunun müqabilində dayanmaq gücündəsən sən.